Bu content Familia Barsa Azərbaycan və Peña Blancos Azərbaycan komandalarının təşkilatçılığı ilə həyata keçirilir. Barit Podcast. Hər birinizi salamlayırıq dostlarım, dedik ki, işləriniz qaydasındadır. Barit Podcast efirdədir, 26-cı ilin ilk barididir və siz hal-hazırda elə eyni adlı YouTube kanalındasınız və istədik ilk belə yeni il buraxılışını belə vibe-la eləyək, belə maraqlı, belə isti bir vəziyyətdə və mənim... Bu nədir ola? Bunu çıxar, nə gündəsən sən? Gör, bir vətvasılama var. Nə olub ola vidimə? Özündən danışaq. Mənə də elədi. Ayılatıya çıxardım. Bax, belə sənə daha çox yaraşır məncə. Məncə də. Amma mənə də deyəsən belə daha çox yaraşır, nəinki bu as günə. Əlbəttə ki, biz 26-cı ildə də öz 25-ci ildə başladığımız proyekti davam etdirəcəyik. Sizin qarşınızda ölkənin ən tanınmış Barcelonası keşi Fuaddır və mən... Hər birinizi salamlayıram dostlar, öpürəm. Prostoy, skromli oğlan Abdul. Aleykuma salam. Sənə də pis tanımırlar bura. Brat, mənim bir sənəcə tanıyırlar. 18 nəfəri sürən qarşılayın. Yaxşı, 17-dir. Birini şəhərdə tapıb döyüdü. Tapmışıq. Birini tapmışıq. Hal-hazırda rəsmi olaraq ölkədə 17 Atletico Azarkeşi var. Ona görə də təzə qaydalara əsasən artıq 17 deyəcək. Kimsə doğulsa xəbərlər yayınlıqda. İndi məsələ ondan ibarətdir ki, bizim müzakirə edəcəyimiz məqamlar çoxdur. Amma ilk öncə önəmli bir məqam var məncə. Bu bizim qalibdir. Yadınızdadırsa əgər biz ötən çıxışda bildirmişdik ki, hər hansısa bir kreativ şərhin sahibinə daha doğrusu kiçik bir hədiyyə verəcəyik və biz o kreativ şərhi seçdik, tapdıq. Yəni bayramda oturub ancaq fikirləşmişik ki, hansı şərhi seçək. Çünki hamısı gözəl idi. Buradan hər birinizə təşəkkür edirəm. Yeri gəlmişkən yeni ilinizi təbrik edirəm. Arzularımızı da çatdıracaq sizə yeni ildə. Arzularımız böyükdür, çox böyükdür arzularımız, amma real və yaxud qeyri-real. Gördüyünüz kimi 26 ilk podkastında biz ikimiz də bəyaz geymişik. Bu isə o deməkdir ki, Fuad hardasa qəbul edir ki, 26-cı il realın ili olacaq. İndi ümid eləyək. Keçən elə belə başlamışlar. Keçən elə başlamamışdı. Elə gələn kimi 5-2 oldu. Ona başla geçirdi. Elə başlandı. Üzünə tüpürüm. Neysə. Qaroçə, burada o şərhin sahibini görürsünüz. Rauf İskəndər adında izləyicimiz. Bəli, həmin izləyicimiz bizim Baridin Instagram səhifəsinə yazaraq, bizə müraciət edərək görüşə bilərik, danışa bilərik və hədiyyəsini ona təhvil verə bilərik. Bizdən kiçik bir hədiyyə olacaq. Buradan onu təbrik edirik. Və mütləq bizə direktə yazsın ki, hansı özü hörmət pointi. O özünə hansı klubun Azarkeşidir, çünki hədiyyəmiz də çox güman ki, Atletico Madrid Azarkeşi olar. Ölərəm də. Özü bilirlər, az keçəm 16 ildir. Kossena vaxtından da. Sənlə ürəklər. Bəzi sizə arzularımız, əslində icazə versəniz Fuad, mən bir dənə monoloqa keçdim. Bu nəyləsə gəlib üstümə. Yox, sənin üstünə niyə gəldim ki? Buyur qardaşım, eşidirəm səni. Mən istəyirəm bəzi izləyicilərimizə müraciət edeyim. Əlbəttə ki, çoxunuzdan İraq. Hansı izləyiciləri necə tuturamsa, onlar özləri bilir. Uşaq deməyək və yaxud da hansısa futbol klubuna onları bağlamayaq. Çünki həm Realın, həm Barsanın demək olur ki, istənilən böyük klubun belə bir azarkeşləri var. Qeyri-adekvat azarkeşlər deyirik biz onlara. El arasında, yəni başqa cür deyirik, amma neysə. İndi mənim sözüm belə qeyri-adekvatlaradır. Biz bu buraxılışları çəkməyə başlayanda bu podkastda biz demişdik ki, bura azad formatdır və biz daha azad, daha sərbəst burada öz münasibətimizi futbola qarşı və bizim komandalarımıza qarşı münasibətimizi bildirəcəyik. Əgər siz biraz heç vaxt deməmişik ki, biz nəyisə analiz edirik. Heç vaxt deməmişik. Biz hər zaman ayrı-ayrı proyektlər olanda da, olan hər də var. Bu birləşmiş proyekt olanda da bildirmişik ki, biz sadəcə azarkeşi, kameramız var, studiyamız var, çəkirik, öz fikirlərimizi bildiririk. Biraz daha dərin fikirlərimizi eşitmək istəyirsinizsə komandalarına bağlı, hələmizin öz komandasına bağlı. FD futbol proyekti var, Halal Madrid var, Peña Blancos daxilində. Yəni bütün linklər elə hal-hazırda bu buraxılış da kollaborasiya altındadır. Bəli, həm FD-da, həm Peña Blancos-da olacaq. Həm bizim digər sosial şəbəkələrimiz var, Instagram, Telegram və s. Yəni siz orada bizim daha dərin fikirlərimizi orada əldə edə bilərsiniz. Burada biz daha çox zarafatlaşırıq, daha çox bəzi klublara söz soxuruq, tənqid edirik, çalışaq təhqir eləməyə, amma ayrılar alınmır, çünki qarşındakı Atletico-dsa onu təhqir eləmək mümkün deyil. Amma sözümün canlı... Atletico azarkeşlər tutmasınlar səni. Amma sözümün canlı ondan ibarətdir ki, biz bu klubları tənqid edirik. Bəziləriniz şəhərlərdə bizi tənqid edirsiniz və bizi təhqir edirsiniz. Bu biraz fərqli şeylərdir. Təhqir və tənqidlə fərqi məncə qoymalıyıq artıq. Yəni siz bizi tənqid edə bilərsiniz, amma təhqir edə bilmərsiniz. Bəli, biz hansısa klubu
ola bilər burada tənqid edirik və yaxud təhqir edirik, bu okeylik qaydasında. Amma siz də həmin bizim klubu təhqir. Amma yenə də klubu eləyirik də. Hansı şeylərdə falan kəs. Sən beləsən, sən biz demirik axı. Sizin klubu məsəl üçün deyirəm. Atletico azarkeşləri var. Hansı ki biz fikirləşirik, biz nə bilim yanıqlı qalmışıq. Birincisi əziz dostlar, yanıqlı qalır adam böyük klublara qarşı, güclü klublara qarşı. Atletico mən Real Atletico uzadım, mən utanıram ya qardaş. Hara mən yanıqlı qalım sizdən? Bu bir məsələ. İkinci məsələ söhbət tək Atletico azarkeşlərindən getmir. Okay. Siz bizim futbol fikirlərimizi tənqid edə bilərsiniz. Biz bunu qəbul edirik. 1000 nəfər var və bu 1000 adamın özünə görə futbol bilgisi var. Fikri var. Hə, yəni hansı məqamdan toxunmaq ona qalır. Burada da bizə qalır. Amma siz gəlib bizə deyirsiniz, Abdul belə olsun, Fuad belə. Bəzi o şeyləri əlbəttə görmürsünüz. Bu daha çox TikTokda və Instagramda olan şeylərdir. YouTube'da o şeylər niyə görə olmur? Çünki orada kəsilmiş versiyalardır. Və insan elə fikirləşir, biz ancaq elə danışdığımız o 2 dəqiqəlik videoda danışdığımızdır. YouTube'da belə şeylər niyə görə azdır? Çünki YouTube'da izləyicilər, siz izləyicilər, bizim bütün o 30, 40, 50 dəqiqəlik videolarımıza baxırsınız, yəni başa düşürsünüz, biz ümumilikdə nəyə nəzər tuturuq. Və biz çalışırıq heç kimə belə deyim də incitməyək, amma bəzi sizin şeyləriniz nə yalan deyim, bizi nə də incidir, biz başa düşmürük, siz niyə bunu edirsiniz? Ya sizin başınız çatmır, niyə? Prosta maraqlı. Sözün belə adamlara aiddir. Ya da uşaqsınız. Əziz valideynlər, əgər bir fikir verin qurban olum, sizin uşaqlarınız internetdə nə oldu və nə yazır? Çox gözəl bir. Sizin uşaqlarınızı hansı 2 dənə qaqaş YouTube'da, yəni tərbiyə etməli deyil və bunları izah etməli deyil. Bu məqamlar sadəcə, onsuz da bu kommentləri çoxsu görmür. İndi açacaqsınız bizim TikTok'umuzu deyəcək, bu kommentlər yoxdur, çünki silinir. Bizim admin komandamız var, onlar belə təhqirləri silirlər. Yenə deyirəm, kimsə Realı ya da Barcelona təhqir edirsə, bu bizim özümüzə qəbul edilmiş bir təhqir deyil. Biz onu saymırıq. Real kimsə orada söylərsə, mən niyə özümə götürürüm? Belə bir çıxdır. Onlar da insan var ki, Realı təhqir edir, Barcelona təhqir edir. Və niyə görə dedim ki, bu tək Atletico, indi o zarafat bir yana, Real və Barcelona azarkeşləri də var belələri. Biz bütün Real və yaxud da bütün Barcelona azarkeşləri adından burada danışmırıq. Biz Fuad və Abdul adından danışırıq və podkast yenə deyirəm, sərbəst formatda keçirilir. Əgər kimsə bəyənmirsə ümumiyyətlə, qırış prosto baxmır. Bu qədər sadə. Bu qədər sadə. Və yəni 2026-cı ildə daha anormallıq az olsun arzu edirəm və bəzi izləyicilərə, bəzilərinə ümumiyyət tərbiyə arzu edirəm. Mütləq. Digərlərini isə uşaqlar gəlin daha, yəni belə də bir-birimizi belə incitməyək bu vəziyyətdə. Sənin sözünə qüvvət olaraq onu bildirmək istəyirəm ki, yəni Abdul nə dedisə hamısının nöqtəsinə qədər razıyam. Ola bilər indi mən artıq 1 ildən çoxdur ki, yəni futbol kanalındayam, həm YouTube'da, həm Instagramda, həm TikTok'da. İlk zamanlar mən də yəni bu kommentlərə fikir verirdim, deyirdim, bunu doğrudan hansı beyinlə yaza bilərsən də sən. Okey də, yəni mənim öz fikrim var. Mən və yaxud Abdul burada bir-birimizə futbol eksperti kimi baxmırıq. Biz ümumiyyət o sözü üzərimizə götürə bilmərik. O böyük bir məsuliyyətdir. Mənim elə bir stajım yoxdur ki, mən özümə qayıdım deyim ki, mən futbol ekspertiyəm. Loru dildə deyirəm, əlimə 5-3 manat artıq pul düşüb, 3 dənə kamera qoymuşam, 2 dənə mikrofon qoymuşam, oturub burada çayxanada elədiyim söhbəti Abdulla kamera qarşısında edirəm. Bu sizin üçün maraqlı da ola bilər, maraqlı olmaya da bilər. Seçim artıq sizindir. Amma yenə də təkrar edirəm, təhqir yazaraq ilk növbədə öz tərbiyənizi göstərirsiniz. Bu qədər sadə. Yenə də biz də öz vaxtımızda indi hər zaman bu yaşda olmamışıq, daha cavan olmuşuq. İnternet ərəfəsi isə çoxdan da var. 10-15 ildir, 20 ildir internet ərəfəsi var. Biz də ola bilsin ki, nə vaxtsa hansı şəhərlərdə hansı klubu təhqir eləmişik. Amma insanı təhqir eləmək fikrinə görə biraz düzgün deyil. Yenə də deyirəm, siz Real və yaxud da Barcelona sevməyə bilərsiniz. Hətta bizim fikirlərimizi də sevməyə bilərsiniz və buna qarşı çıxıb öz fikirlərinizi bildirə bilərsiniz ki, Fuad, Abdul, siz bu məqamda bu klubla bağlı və yaxud da bu oyunla bağlı səhv deyirsiniz. Məncə elə deyil, belədir. Mən həmin izləyicini öpərəm. Yəni də öz fikrini bildirir də. Öpərəm, açıq deyirəm. Siz gəlin bizdən səhv tapın. Yəni demirəm, yəni biz hər şey düz deyirik. Yəni Abdulun sözünə qüvvət. Okeydən nəyisə səhv deyə bilərik və yaxud hansısa bir yerdə səhv bir düşüncədə ola bilərik. Siz gəlin bizə yazın ki, bax Abdul, sən orada belə deyirdin, Fuad sən orada elə deyirdin. Bu düzgün deyil. Bu belə olsa daha yaxşı olardı. Mən əksinə həmin izləyiciyə deyərəm ki, sənə halal olsun. Adekvat, yəni öz düşündüyün fikri bizə izah elədin və görürəm ki, sənin fikrində rasionallıq var, yəni məntiq var. Mən səni öpürəm.
Amma yoxsa təhqir, get özünə hörmət elə. Nə bilim, get nə bilim. Bu da futbol eksperti çıxıb. Nəysə, yəni bu söhbəti uzatmağa mən. Yaxşı, o sən belə yəni. Yəni madəm ki bunu dedik, Atletico azarkeşləri qurban olum, özünüzə klub tapın. O qədər klub var. Bilmirəm. Villarreal azarkeş oldu. Villarreal, Qəbələ. Yəni möhtəşəm komandalar var. Qardaş, gedin o Atletico ilə komanda yaxşı özü. Flamengo gül kimi futbol oynayır. Flamengo. Sən bir sənə öz Flamengo dedin, bir sənə yadıma düşdü. Bax Atletico Madridin bir dənə də belə qeyri-adekvatlığı. Saul Flamengo'da oynayır. Bu yaxınlarda da bilirsiniz PSG ilə dünya çempionatının finalı idi. Qitlər arası kubokun finalı idi və oyundan qabaq intervyu götürdülər Saul'dan. Mənə görə deyir Flamengo Realdan daha böyük klubdur. Nəyə görə? Çünki orada azarkeşlər daha çox səs-küylüdür, qardaş. Elədirsə, brat, mən nə deyim valla, ən səs-küylü azarkeşlərdə Türkiyə klubları dünyanın klubudur. Fənər azarkeşləri yəni partladır da. Yo, o azarkeşləri zaten partladır. Ona görə Galatasaray Fənər dünyanın ən yaxşı klubları da elə çıxır da bunun fikrincə. Onda yox, heç onlar da dağıcı bir qalsın, Serbiya komandaları. Yo, Partizan olsun, Partizan azarkeşləri partladır. Onda Partizan ən böyük klubdur. Nifrət edə bilərsən. Amma biraz daha rasionallıq olmalı, adekvat olmalı. Saul, bu da sizin əfsanəniz. Atletico azarkeşlər yəqin Saul'u əfsanə deyirlər də. Bu da sizin. Təcə yox, Kokidir bizə. Koki az danışmayıb. Yəni nəysə. Nəysə başlayaq. Fuad, sənin də arzuların var. Buyur. Deyəcək yəni Çempionlar Liqası nədir? Ya, Çempionlar Liqası falan arzulamıram. Mən istəyirəm ki, sən yeni ildə, istəyirəm ki, yox, arzulayıram. Eləsən də olar, eləməsən də olar. Reala qarşı nifrətini daha açıq şəkildə izah eləyəsən. İzah eləyəsən, yox, göstərəsən. Göstərəmindir. Yox, sən göstərəcəksən, o öz yerində. Öz videolarını, mən sənin videoya baxdım. Yanvarın 2-si idi, 3-ü idi, heç kimə dəymirdim. Görəm Fuadın videosu çıxıb qabağıma Reels'də. Orada indi ilin yekunlarını verirsən. Ən möhtəşəm oyunda 5-2 dedin, Real üzərində qələbə. Burada heç tənzə yoxdur, möhtəşəm oyun idi həqiqətən. Siz tərəfdən çox əla oyun idi. Orada onu da vura bilərdiniz. Orada da deyirsən ki, bu dominant futbolu mən çoxdandır Realın Barcelona qarşı son illərdə belə dominant futbolu yadımda deyil. Və deyirsən ki, olub nə vaxt olub? Mingueza vaxtlarında olub da. Nə deyə bilərsən bu haqda? Bu il 2-1 qalibiyyəti dominant idi. Hesaba görə olmasa... Sual versən qoymursan danışma. Yox, deyim də, məsələn, Premier gətirim və sual verim ki, olmayıb 2-1, olmayıb bu Superkubok 5-2 yox, ondan əvvəlki Superkubok 4-1. Çox, orada 2 dənə moment olub Barcelona'ya olmayıb. 4-0 kubokda olmayıb Benzema xəttə. Yəni dominant qələbələr olub da son illərdə. Niyə bunu qəbul etmək istəmirsən? İlk növbədə qəbul etmək üçün danışım icazə verirsiniz? Abdul bəy. Buyurun. Danışa bilərik. Deyəcəklər ki, Real keçdilər, imkan vermir danışım. Yox, çox gözəl bir sualdır əslində. Mən bəyəndim bu sualı və bunun açıqlamasını verməyə hazıram. Buyur. Dominasiya dedikdə mənim məntiqimə əsasən dominasiya hesabda olmur, dominasiya oyunda olur. Okay. Bəzi oyunlar olur ki, həmin oyunda 5-0 və yaxud 4-0 hesablı qalib gələ bilərsən, amma oyunda dominantlıq ola bilməz. Okay. Misal olaraq mən ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsində, daha doğrusu liqa mərhələsindəki oyunu nümunə çəkmək istəyirəm. Barcelona Bayern München. Barsa həmin oyunda 4-1 hesabı ilə qalib gəldi. Yəni bu məntiqdən dominasiya sayılır da bu. Məntiq hesaba baxsaq dominasiya sayılır. Amma bu dominasiya deyildi. Həmin oyuna əgər diqqətlə baxmışdınızsa, özünüz də görərdiniz ki, Barcelona qapıya cəmi 4 zərbə endirmişdi və 4-ü də qol olmuşdu. Və həmin oyunda Bayern Münchenin real gol epizodları Barsadan qat-qat çox idi və Bayern München daha rahat oynasaydı, daha biraz rasional oynasaydı, bəlkə də Barsa həmin oyunda qalib gəlməyəcəkdi. Yəni belə açıq deyim, Barsanın həmin oyunda bəzi epizodlarda bəxti gətirmişdi. Bu dominasiya deyil. Mənə görə dominasiya, bəli, bu mövsüm Real Madrid Barsaya qarşı ilk El Clasico'da dominant futbol oynadı. Neçə illərdən sonra dominant futbol oynadı. Və hal-hazırda Barcelona'ya qarşı Real Madridin dominant futbol oynaması gözləniləndir. Hamı Realdan bunu gözləyir. Nəyə görə? İlk öncə Real Madridin heyəti Barsanın heyətindən qat-qat güclüdür. Real Madridin heyəti Barsanın heyətindən genişdir. Real Madridin heç bir finansal problemləri yoxdur. İdeal top klub kimi gedir. Yəni heç bir problemi yoxdur komandanın. İndi daxilində Vinicius orada toksiklik eləyir. Nə bilim, orada Mbappe ilə onlar orada yola getmirlər. O artıq bizi maraqlandırmır. Amma belə xaricdən görünən odur ki, komanda hal-hazırda hər bir turnirlərdə böyük bir favoritdir və istənilən rəqibi demək olar məhv etməlidir. Və Barcelona'nın hal-hazırki heyəti, Barcelona'nın son illərdə yaşadığı problemləri nəzərə alsaq, Real Madrid Barcelona'ya qarşı hər oyun dominant oynamalıdır. Hər oyun. Amma
Real Madriddə bu dominasiya yoxdur. Bəli, bu mövsüm oldu dominasiya. Mən boynuma alıram. Şesni olmasaydı bəlkə hesab 5-1, bəlkə 6-1-ə kimi gedərdi. Bunu mən danmıram, razıyam. Amma yenə də nəzərə yetirmək istəyirəm ki, Barsanın heyəti tam olaraq yerində deyildi. İndi bunu bəziləri bəhanə kimi anlaya bilər ki, okey də ötən mövsümdə Realın heyətində problemlər var idi. Bəli, ötən mövsüm Barsa Realın üzərində tam olaraq dominantlığını göstərdi. Amma Realın heyətdə problemlər var idi. Müdafiədə Tchouaméni oynayırdı, nə bilim, adam yox idi oynamağa. Lukas Vazquez oynayırdı. Ay sağ ol, Frank heç də yaxşı top klub səviyyəsində deyil, nə? Bəli, bunu mən danmıram. Amma Real Madridin hücum və yarım müdafiə xətti müdafiədə olan o problemləri kompensasiya edəcək gücündə idi. Amma Barsa da bu belə deyil. Məs deyil. Davam edim, yoxsa sualın varsa ver. Yox, uşa yığıram suallarımı. Oxuyacağam riskə. Yox, varsa sualın ver. Ya sən 4 okey, bir ona cavab verim. Deyirsən ki, Barsanın məsələn Xavinin dövründə Camp Nou-da 4-0 kubok oyunu idi. Birinci oyunda Barsa 1-0 qalib gəlmişdi. İkinci oyunda 4-0 Real qalib gəldi. Hesab olaraq bəli dominasiyadır. Amma oyun olaraq da dominasiya. Oyun olaraq mən izah edirəm. Yəni oyun olaraq tam olaraq dominasiya deyildi. Oyun olaraq dominasiya mənə görə sən nədir qardaşım? Rəqib qapıya zərbə endirməsin. Rəqib qapıya zərbə endirməsin, yox, rəqib bilməsin nə etsin. Yəni bilmir ki, nə etsin. Barsa birinci sənə yaxşı oynamışdı. Nə ki baş verdi həmin oyunda. 70-ci dəqiqədən sonra baş verdi. Yəni tam olaraq dəqiqə yadımda deyil. Barsada artıq müdafiə pisən nə oldu? Yəni konkret Razvalda çökdülər, dedilər, ayda biz nə edirik, nə etmirik. Bu Barsa öz-özünü padvayt elədi. Realın Barsaya qarşı dominant oyunu mənim yəni ağlıma son illərdə, okey, final oyunu mən razıyam. Final oyunu mən razıyam. 4-1 Superkubokda bəli dominasiya var idi. Amma yenə də deyirəm, Lewandowski orada gol necə vurmuşdu özü də bilmirdi. Hələ də Lewandowski hələ də elə. Oldu da yəni prosta atdı ki, yəni nə çatar, nə batar. Okey, bunu razıyam. Amma belə deyim də, uzun sözün qısası, hal-hazırda Real Madridin Barsa üzərində dominasiyası gözləniləndir və bu heç kimdə təəccüb doğrultmaz. Hamı deyəcək ki, qardaş, sizin hücumumuzda Vinicius oynayır, Mbappési var, Bellinghamı var, top klas oyunçuları yığmısınız da. Yəni transfer marketə baxsaq, bu dəqiqə ən bahalı oyunçular Realdadır. Yəni pozisiyalara baxsaq. Sadəcə bu heç nəyin göstəricisi deyil. Göstərici deyil, amma yəni fakt amma bu onlar nəticə verəndə göstərici olur nədənsə, amma nəticə verməyəndə deyirlər ki, göstərici olmur. O başqa məsələ. Amma həmin oyunda belə, yəni Barsanın bugünkü heyəti Realdan qat-qat zəifdir. Sən razısan mı oyuna? Realdan qat-qat zəifdir potensialına görə. Amma potensial da hər şey deyil də. Yəni sən nə demək istəyirəm? Onların arasında əsas fərq ondan ibarətdir ki, Barsanın heyəti ümumilikdə fərd olaraq Realdan zəifdir. Okay. Amma Barcelona öz oyunçuları tam olaraq 100% meydanda özünü qoyur və hər şeyini göstərir və ona görə də bəzi oyunlarda qələbə qazanır. Realın oyunçuları isə öz potensialının 50%-ni belə göstərmir və halbuki çox şey edə bilərlər. Bəli. Digər tərəfdən amma bunu belə rahat demək olmaz da. Orada məşqçi problemlər, məşqçi fərqliyi var. Bəli. Orada Real mən sənə razı deyirəm. Top klublarında bir sən hansılardır? Top klubda Real'a söz yox. Real top klub statusuna görə. Real top klub deyil, brat. Oyununa görə deyil. Yox, söhbət oyun demirəm ha. Yəni mənə görə sənin üçün max level top klubdur. Mənə görə super top klub var. On super top klub deyil statusuna görə. Status okey. Amma hal-hazırda göstərdiyi oyun top klub səviyyəsində deyil. Oyunu deyil. Okey. Mən status olaraq Ona görə mən sənə arzu etmək istəyirəm ki, bax sən bunu izah elədin. Mən yenə də bəzi məqamlarda sənə razı deyiləm. Sual verə bilərsən. Yox, sadəcə gəlib bir oyunlara sən yalvar salam ki, bax burada olub, burada olub, burada olub. Gəl Minguez ilə sayacağıq biz onlara. Minguez olmayan. Hətta Minguez ilə vaxtı belə sizin o dominasiyanız bəlkə olmayıb. Come on. Come on deyəndə məsəl üçün məsələn Xavinin ilk mövsümü idi, yarımçıq mövsümü idi, 21-22 mövsümü idi ki, o Alaba gol vurdu, 2-1 oldu. Agüero'nun son qolu. Orada belə dominasiya. Yox, orada yox. Mən demirəm axı daimi bütün oyunlarda, son illərdə. Sən məsələn Flikin dövründə dominasiya eləmisiniz? Bir oyunda olub da cəmisi. Bir oyunda olub. O da yenə zədəli halımızdan. Yəni Tamam da bizim keçən mövsüm bütün oyunlarımız zədəli halımızda oldu. Mən onu izah eləmək istəyirəm ki, əzizim. Sizin müdafiəvizdə olan problemləri hücum kompensasiya edə bilər. Onsuz da bizim müdafiəmiz bizdə hücumçular no-name Rafinhadır. Rafinhanı bu günə kimi yerinə qoyan yox idi da. Elə özünüz də qoymurdunuz. Nico Williams yay sən yaxşı söhbətə qayıdırıq. Hər Barsa azarkeşini aid eləmək olmaz da. Məsələn, mən Rafinhanı top class saymırdım oyunçu. Yəni adam gəldi, o sırf olaraq Flikin oyunçusu. Nico Williams'ın gəlməsi istəmirdim. İstəyirdim. Rafinha yerinə gəlməli idi. Rafinha yerinə mən istəmirdim onu. Mən istəyirdim ki, sola gəlsin, Rafinha ortaya keçsin. Olmo transferi yersiz idi. Mən Olmo yerinə Nico'nun gəlməsini istəyərdim, amma Olmo'ya da razı idim. Okey, amma Nico ilə Real'a gəlsə pis olmaz. Görsən özündə. Yəni Nico'nun gəlməyi, yəni prosta indi belə alındı, Flick gəldi, Rafinha da nə bilim. Yəni elə bir şey mən görməmişəm. Nəysə, Yamal, Malakasos
17 yaşlı, 18 yaşlı. Onları belə dəyərləndirməyək də. Onlar həqiqətən yəni oyunçular, top klass oyunçulardır da. Biz bunu bilmirdik axı. Yox, Yamal Ojnic 2 ildir rahat oynayırdı. Avropa çempionu oldu. Ondan sonra göstərdi ki, qardaş mənim gücüm var da, nəsə eləyə bilərəm. Lewandowski də pensioner Lewandowski, yəni onu tutmasan lazımdır. Taxta Ferrandır. Yəni Barsanın müdafiəsində onsuz da, yəni təməlində problem var. Realda ad olaraq problem var. Yəni zədəyə görə problemlər olur. Plus yarım müdafiəçi yoxdur. Sizdə isə var. Sizə Bizim hücum qurmaq daha yarım müdafiə nəyə görə sizdən üstündür hal-hazırda? Arada o tandem ximiya var. Siz də o ximiyanı hələ tapa bilməmisiniz yarım müdafiə. Çünki ximiyanı yaradacaq maestro olmalıdır. Maestro yoxdur. O təminlə cross edəndən sonra çökdü. O başqa məsələ. Amma yenə mənim sözüm ondadır ki, bizdə kompensasiya edəcək oyunçulardan bu kompensasiyanı heç kim gözləmirdi. Amma Realdan onu gözləyirlər. Bu dəqiqə Real gəlib Barsanı 5-0 utsun. Tutaq ki, Superkubokun finalına çıxmışıq da, 5-0 utsun. Heç kim təəccüblənməyəcək. Amma Barcelona gəlib Real az keçdə təəccüblənəcək. Real gəlib Barsa Reala gəlib 5-0 utsun. Hamı təəccüblənəcək. O demək deyil ha, yəni Barcelona ancaq Realla oyunlarda belə sevinir, ancaq biz qalib gəldik. Yox, çünki bu qalib isə daha çox lazımdır. Fuad, sən bunu yaxşı bilirsən. Tarixən elə olub və həmişə olacaq. Yəni Barsa üçün Real üzərində qələbələr, Realın Barsa üzərində qələbələrdən daha vacibdir. Yəni Barselona bu qələbələr daha vacibdir. Vacib. Çünki tarixən, yəni Real Madridlə yaşanan problemlərə görə, nə bilim, o dövrdə olan o qalmaqallara görə, indi mən neçə 50 il, 60 il, nə bilim, daha belə 80 il əvvəllərə getdim ki, yəni Real Madridlə Barsa arasında heç vaxt yəni o yaxşı münasibət olmayıb. Yəni Barsanın həmişə qarşısını kəsməyə çalışıblar. Yəni Frankon zamanından, yəni onlara qarşı separatçılıq oldu orada nə bilim, yəni nə dərəcədə haqsızlıqlar olub. Prezident Franko vaxtında Barselona Realdan daha çox kubok qazanıb. Niyə pülürsən cəmaata? Bəsdir də. Yox, Franko. Özdə qısaca Franko Atletico-ya keçmiş olub. Uşaqlar 19-cu tapdım tez. O sağ deyil axı. Yox. Ay bilə, o yenə 17 oldu. Tarix oxumuşuq da, bura gördüklərimizi görmüşük ki, yəni nə deyirlər Barsa haqqında, Barsaya hansı zapretlər qoyulub. Baş prezidentinə onun hədə qorxu gəlib, oyunçularına hədə qorxu gəlib. Bu sırf Reala, indiki Reala bunu bağlamıram. Sən bilirsən də, heç 11 də normal sübut olunmayıb da. Bütün mənbələr Kataloniya mənbələrindən. İndiki zamandan getmir. Yəni bu derbi həmişə olub da, olacaq da bu derbi. Və indi bu Real Madridin bəzi azarkeşləri tərəfindən yaradılan bir stereotipdir ki, Real Madrid Barselonaya qoz qoymur. Çünki bizimki Çempionlar Liqası. Yox, o da qoz qoymur da Fuad. Amma 6 il əvvəl, 10 il əvvəl belə deyildi axı. Fuad, mən keçən buraxılışda sənə demişdim ki, Real Barsanı 4 dəfə ard-arda utdu və növbəti il Barsa Real ard-arda 4 dəfə utdu. Mən həm bu cəhbədə olmuşam, həm bu cəhbədə görmüşəm də, yəni münasibəti də yerlə göy qədər fərq var münasibətdə. Yerlə göy qədər. Nəyə görə yerlə göy? Sənə sual verirəm. Nəyə görə yerlə göy qədər fərq var? Səncə Tamam, bu həmişə olub. Nəyə görə? Sən demək olacaqsan ki, bizim heyətimiz elədir və bu heyətlə Realı udmaq üçün böyük. Real Madrid həmin dövrdə 2 il, 3 il əvvəl, 5 il əvvəl Barselonanı özünə rəqib görmürdü. Sırf olaraq, status olaraq demirəm ha. Sırf olaraq heyət cəhətdən, problem cəhətdən Barsa Real'a rəqib deyildi. Qardaşım, heyətə baxardın da, yəni El Clasico'nun heyətini görmüşdün sən. Yəni biz baxırdıq, gülürdük ki, biz bu El Clasico'da nə edəcəyik? Son El Clasico'nu deyirsən? Yox, son El Clasico demirəm, 4 il əvvəlki El Clasico'ları deyirəm. Yəni artıq Real özü belə yorulmuşdu ki, qardaş bu kimlərdir, biz kimdən oynayırıq? Yox, ona görə o ərəfədəki 5 qalibiyyət ardında çox da ortaya atmıram. Yəni bu normal bir şeydir. Sən niyə görə atmırsan? Çünki o qədər o qalibiyyətlər gözlənilən idi. Yəni qalibiyyətlər olmalı idi. Çünki sən o oyunlarda qalib gəlməsən belə o pazar olardı. Çünki o Barsanı udmalısan sən. Udmalısan, Barsanı udmalısan. Fuad, udmalısan. Qaya düşən Barsanı udmalısan. 10 il əvvəldə, 10 il bundan əvvəldə eyni situasiya idi. Klubların vəziyyəti eyni olanda da eyni vəziyyət idi. Bəli, biz sevinirdik. Yox, konuşu bir məqam. Mən demirəm ki, Realın azarkeşləri, yenə deyirəm mən, biz ancaq danışanda adekvatlardan danışırıq da. O uşaq ataq bir yana. Həmişə elə olub ki, düzdür, biz sevmişik. Amma 3 gün, 4 gün qutardı. Nəyə görə? Yox, biz də 3 gün sevinirik. Amma yəni, siz həmin qalibiyyətləri deyirsiniz, okey, mən razıyam. Real Madridin o qalibiyyətlərə önəm verməməsinin ən böyük səbəblərindən biri də Çempionlar Liqasında uğurlu olmaları idi. Amma Barselona, bəli, Çempionlar Liqasında uğurlu komanda deyil. Bunu boynuma alıram. Bu utanc verici bir şey deyil. Hətta bəzən 10 il ərzində Barsa nəinki uğurlu, hətta ən bədbaxt komanda oldu Çempionlar Liqasında. Bunu dana bilmərik. Yəni loserin dibi idi. Bunu yalandan burada Barsa sevgisi ilə mən üstün gizlədə bilmərəm. Amma Real Madrid Çempionlar Liqası uğurlu oldu deyənə artıq belə oyunlara ikinci dərəcəli bir oyun kimi baxdı. 2010-2011-ci illərdə biz əgər El Clasico'lara baxsaq, Mourinho bilirsən nələr eləyirdi ki,
Lijbi bir dənə Guardiola'ya qalib gəlim. Lijbi Guardiolanın o möhtəşəm futbolunu çökdürüm. Yəni deyirəm, burada Orada Mourinho şəxsi bir teması da vardı ki, o vaxt Barcelona qol olmuşdu falan 5. Sən nəyə görə? Aysal orada amma prinsipial şey var ki, o tərcüməçi işləyəndə ona məşqçi kimi gətirmədilər, başqa kimi gətirdilər, Rijkaard'ı gətirdilər, hə. Sadəcə Guardiola'nın vaxtında da onu gətirmək istəyirdilər, gətirmədilər. Yəni 2008-də. Həm də burada Florentino Perez onu Mourinho'nun bir nömrəli kandidat ona görə görmüşdü ki, o gəlməmişdən bir il öncə Interdən Barsa tutdular axı. Gördü ki, Barsaya qarşı aqressiyası var, dedilər Kakras bu Reala lazımdır. Bu ancaq bu da Hər Real azı keçib mən fikirləşirəm ki, Mourinho'nu nə də olsa sevir. sevməlidir. Çünki Mourinho iki vacib şey eləyib. Bir, Barcelona'nı Santiago Bernabéu'da finala buraxmayıb Çempionlar Liqasında. Dominasiyası. Və iki, Barcelona hətta bəlkə Realdan da əvvəl 3 dəfə daha bula Çempionlar Liqasını qazana bilərdi. Mourinho bunu elə elədi ki, eləmədi. Yəni Barcelona bunu qazana bilmədi. Aysan, yəni Barsanın yolu düz. Çünki o Barcelona finalda Bavariya udardı. 100%. O yəni hər şey. Əgər o Bayern onu elədisə, yəni Barsa o Bayerni məhv eləyərdi. Nəysə indi bilimli danışmayaq. Mourinho həm də mən ən çox nəyə görə bəyənirdim Realda? Çünki mənim son 15 ildə gördüyüm ən gözəl futbolu Mourinho oynadı Reala. Hə, 11-12. 11-12. O Çempionlar Liqasını qazanmayan ən güclü komanda. Mənə də çatmır. Ən güclü. Bayern Münxen direndi də axırda sizə. Tarixi biraz yada saldıq bir-birimizə. Məncə belə bilmirəm indi. Bir-birimizə nifrətimizi tökdük. Bilmirəm indi cavab verə bildim, verəmədim. İndi siz də öz şərhlərdə öz fikirlərinizi bildirə bilərsiniz, suallarınızı verə bilərsiniz. Belə. Mən sadəcə mən bilirəm ki, sən Reala nifrət edirsən əslində. Etmirəm, yox qardaş. Mən Realı sevmirəm. Amma Reala qarşı nifrətim yoxdur. Mən Realı həmişə böyük klub sanmışam. Mənə görə böyük klub sanmamağınla aidiyyəti yoxdur axı. Yox, necə sanmama. Yəni mən böyük kluba hörmət etməyə bilmərsən. Yəni elə bir şey yox ki, böyük klubsa ona hörmət eləməlisən. Demirəm, məsəl üçün mən Barselonanın və yaxud da onun kluba da hörmət eləmək lazımdır. Okay, mən burası amma yox, gəlir onların əziyyətinə görə yaratdığı kluba görə, başqa futbol komandalarına ən balacasına, ən böyüyünə qədər. O cəhətdən biz hörmət edirəm deyəndə onların çəkdiyi əziyyəti nəzərdə tutur. Ay, sağ ol, hər. Sadəcə bu yadımdan çıxdı ən əvvəldə dediyim siz uşaqlara da bəzilərinə qeyri-adekvatlar, sözüm sizədir, uşaqlar. Biz kimsə burada tənqid eləyəndə deyirlər ki, məsələn Vinicius postun altında Viniciusun 200 milyon qiyməti var, sənin nə qiyməti? Qardaş, biz var. Oğlanlığımız var qardaş. Başqa heç nə yox. Biz hansısa futbolçunu, hansısa məşqçini tənqid eləyəndə onu özümüzlə müqayisə etmirik. Onun ətrafında, onun səviyyəsində olan insanlarla müqayisə edirik. Mən deyəndə ki, Viniciusu mən bəyənmirəm. Mən Ronaldo vaxtını görmüş insanam. Düzdür, deyəcəksiniz də bir çox adamı Ronaldo-nu müqayisə etmək mənasızdır. Ronaldo ilə, Messi ilə və s. və laxır. Qurban olum, mən Vinicius Rodrigo ilə də münasibətini işə özünü necə cəlb etməsini, göstərməsini mən müzakirə edirəm və müqayisə edirəm. Oradan biri çıxıb deyir ki, sən hara Vinicius hara? Qardaş, mən sizə demirəm, mən çıxsaydım orada xətə gələyərdim, ya da çıxsaydım ona belə. Biz o sözü deyirəm. Bizi futbolçularla niyə müqayisə edirsiniz? Biz özümüz bunu etmiriksə. Mən azarkeşəm öz fikrimi bildirirəm. Deyirəm, amma bu yaxşı oynaya bilərdi, oynamır. O ondan daha yaxşı oynayıb, o da ondan daha yaxşı can yandırıb. Mən fikrimi bildirirəm. Sənin də fikrin var. Onda sən nəyəsən? Oyuna baxanda fikir bildirmir. O ki qaldı hörmətə. Mən konkret olaraq Barcelonanın ideologiyasını sevmirəm. Hal-hazırki ideologiya. Yox, ümumiyyətlə tarixin ideologiyasını bəyənmirəm. İdeologiyasını niyə sevməyəsən ki? Klubunu deyirəm. Nəyə görə? Şeydir, o şəhəri deməm. Yox, bilirəm. Şəhəri sevməmək olmaz. Bomba şəhərdir, hə. Bu ideologiyası, yəni indiki ideologiyası məsələsi bir saniyə görə mən o mənada ki, mən bilirəm ki, Realın mənfi və müsbət məqamları var. Mən bilirəm ki, Realı həm necə sevmək, necə də sevməmək, bu ikisi arqumentlər də var. Həm sevə biləcəyin üçün arqumentlər də var, həm nifrət etməyin üçün də arqumentlərim var. Amma necə deyim, Fuad, bəlkə də razı olmayassan mənimlə. Real həmişə Realdır. Nəyə görə deyirəm? Real heç vaxt özünü başqa cür göstərməyə çalışmayıb. Nə klub prezidenti, hansı ki mən sevmirəm və bunu bilirsiniz. Nə oyunçuları və s. Necə var? Yaxşıdır, pisdir. Budur. Vinicius'a qızıl top vermədilər. Klub getmədi Ballon d'Or mərasiminə, növbəti ilə getmədi. Bir çox adam tənqid elədi, təhqir elədi. Ay bu siz udanda gedirsiniz, başqaları udanda xoşunuza gəlmir və s. və s. Klub da çıxıb deyir ki, qardaş biz haqsızlıq hiss edirik, getmirik. Sən bundan barışmalısan. Florentino Perez gəlib Real adından Super Liga yaratmaq istəyir. Bir çox azarkeş, məsəl üçün orta və yaxud balaca klub azarkeşlər bunu bəyənmir. Ancaq güclərlə oynayacaq. Yeri yoxdur elə söhbətin və s. Amma Real olaraq qalır. Real bunu təklif edir. Bacarmırsınız. Gedir UEFA ilə, FIFA ilə, oyunla, bununla savaşır və s. Budur Real. Bunu seviyə də bilərsən, sevməyə də bilərsən. Amma Barcelona bəzi tarixin bəzi məqamlarında özünü Real kimi aparmağa çalışıb pul olanda, məsəl üçün. Bir çox azarkeş deyir ki, məsəl üçün standart ildə 3 dəfə futbola baxan adam
indi də 26-cı ildə belə, 25-ci ildə belə deyirdi ki, Real həmişə pulu ilə qazanıb da, Real həmişə pulla, pul transferi, pul. Real son 5 ildə 60 neçənsə komandadır pul xərcləməkdə ölkədə. Barcelonalardan yox. Daha Barcelona hansı məqamda son 5 ildə daha çox pul xərcləyib. 817-ci illər. Yəni bu mainstream məlumatdır. Amma Barcelona öz vaxtında mən bir sənə xoşlamıram. Onu xoşlamıram ki, deyirlər amma siz öz yetirmələri ilə. İndi bax öz yetirmələri ilə çoxu öz yetirmələr də. Amma pul olanda bu klub xərcləyib də. Və həmişə əlində pul olanda bu həmişə xərcləyib. İbrahimovic vaxtında İbrahimovic də alıb, Henry'ni də alıb, Ronaldinho da o vaxtda tanınmış futbolçu deyildi. Amma tanınmış futbolçular da öz vaxtında 90-cı illərə getsən də nə qədər o tanınmış oyunçuları var, pul ilə alınmış oyunçuları var. Yəni bu Barcelona'da olub da. Yəni niyə özünü klub biz ancaq Lamasi bəzi bu mən fikirləşirəm ki, Laporta'nın da effektidir. Çünki Laporta çox populist danışır. Son ərəfələrdə xüsusən də bu məqamları bildirir. Real pulu ilə, Barcelona yetirməsi ilə İndi Real oyunu müzakirə edəcəyik Betislə. 5 dənə qolun 5-ini də yetirmələri var. Məsələn. Yəni onlar fikrimi bildirim, yoxsa belə ürək doldu. Ya belə. İndi hansısa rəhbərin, yəni səhv qərarlar verməsi, o məncə klubun statusunu aşağılamamalıdır və ideologiyasını. Amma azarkeşlər o auranı verir axı. O izah edirəm. Məsələn indi Florentino Perez Real Madrid tarixinin ən güclü prezidentidir mənə görə. Bilmirəm indi sizdə belədir yoxsa yox. Mənə görə nailiyyətlərinə görə bəli. Ən güclü və bundan başqa da nəsə nailiyyəti lazımdır komanda. İndi özdə idarə etməsi belə, ideologiyası belə, yəni hard leveldir. Mənə görə belədir. İndi Barsada rəhbər hansısa səhv qərarlar veribsə və yaxud səhv qərarlar verirsə transferlərdə, bu artıq klubun statusuna təsir etməməlidir. Sən deyirsən ki, Barsa Laporta'nın vaxtında belə Ronaldinho-nu aldı, nə bilim Henry'ni aldı, nə bilim kimləri aldı, daha böyük oyunçular aldı, İbrahimovic aldı. Okay. Yəni Barsa deməyib ki, mən həyatı boyu böyük transfer etməyəcəm. Belə bir şey yoxdur. Biz Atletik Bilbao deyilik. Atletik Bilbao özünü tərsliyə salıb ki, biz transfer etmirik, ancaq akademiya ilə oynayırıq, ancaq basklar oynamalıdır, nə bilim kimlər oynamalıdır. Barsa belə bir yəni yazılan qanun yoxdur. Bəli, Barcelona həmişə stavkanı, yəni gücü La Masia'ya verib, öz akademiya uşaqlarına verib. Bu başqa məsələ. Amma Barsa böyük transferlər edib. Amma son illərdə, məsələn 5-6 il əvvələ qayıtsaq, məsələn Bartomeu'nun vaxtında transferlər oldu. O böyük transferlər deyildi. O transferlər idi. Prosta ona böyük pullar xərclənmişdi. Griezmann transferi. Onlar rasional transferlər deyil. Sən transferi pulu ilə ölçürsən də ən azından. Onlar orada razıyam ki, o özünü orada Real Madridə oxşatmaq istəyirdi Bartomeu. Bartomeu Real Madridə oxşatmaq da istəmirdi özünü. Real Madridə göstərmək istəyirdi ki, qardaş mən də bunu eləyirəm. Mən də böyük transferlər eləyə bilərəm. Başa düşdün? Amma bir fərqi anlamırdı ki, sən Florentino Perez deyilsən. Florentino Perez bilirdi kimi almaq lazımdır. Florentino Perez yəni o biznesin içindədir. Bartomeu gəldi sağa sola xərclədi. Sən necə uşağa pul verərsən. Uşağa məsələn şirniyyat verərsən ki, bunu saxla özündə. O götürüb hamısını basıb yerdə. Deyər ayda şirniyyat zor. Amma halbuki olmaz ona. Bu da elə bir şeydir. Barcelona elə bir komanda olub ki, komandanın 60%-i La Masia uşaqlarından, qalan o 40% isə transferlərdən olanda o komanda həmişə uğurlu olub. Yəni La Masia uşaqlarının başına qıraq bucaqdan bir-iki nəfər gətirirsən, bu komanda həmişə uğur göstərib, nəticə verib. Amma Bartomeu tam başqa bir şey seçdi. Bartomeu dedi ki, mənim Stara Gvardiyam var. Messi'dir, Iniesta zaten var. Bunların yanına 1-2-3 dənə çolpa alım. Bunlar oynayacaqlar da, başa düşdün? Bu məntiqlə yanaşdı. Amma Florentino Perezdə belə deyil. Və Barcelona'nın ideologiyası həmişə, daha indi məsələn Cruyffdan sonra La Masia'nı yaratdı. Cruyffdan sonra həmişə yəni ancaq La Masia'ya güvənmək idi. O Bartomeu gəldi bunu elədi. Bəli, Laporta'nın vaxtında da böyük transferlər var idi. Ronaldinho olsun. Ronaldinho böyük transfer bəyəm uğursuz oldu. Yox, uğurlu transfer. Uğurlu oldu ya, amma Laporta ilk dövründə də bu Guardiola gəlməyənə qədər Xavi Iniesta'ya stavka qoyulmurdu o qədərdir. Sən yadınız. Onların yaşı da o deyildi axı. Yaşda o yox, ortalıqda lənməsilə çıxan bir adam yox idi. Niyə yox idi? Deco-ydu, Deco deyirəm, Iniesta idi, Xavi. Sonradan ortaya çıxan adamlardı da. Yol idi. Yavaş-yavaş çıxacaq. Bunların yaşları da var axı. Sən o vaxt bizim indiki dövrdə 17-18 yaşlı bir uşağın çox professional futbol oynaması. Məsəl üçün Yamalı ataq. Yamalı olsun, Mbappe'si olsun və yaxud R9 var idi o vaxt başqa. Onların futbol oynaması günümüzdə normaldır. Amma 20 il əvvəl 19-17 yaşlı, 18 yaşlı uşağın gəlib futbol oynaması gülünc idi.
professional komandada elə bir şey ola bilməzdi. Andres Iniesta və Xavin o dönəmlər ulduzlayan, yəni parlayan vaxtları idi. 2005-2006-cı ildə yavaş-yavaş artıq heyətə cəlb olunurlar. Və o vaxt Dekudu, artıq nə bilim Yaya Toure də gəlmişdi sonra başqa Gudjon Senzad var idi. Yavaş-yavaş onları elə bil əvəz elədi. Və Guardiola gəldi, dedi ki, qardaş, sizin əlinizdə qızıllar var. Əgər bundan daha yaxşı istifadə eləyək. Və Guardiola ondan istifadə elədi. Yəni Barsa əgər La Masia'ya güvənirsə, bu demək deyil ki, transferlərdən imtina etməlidir. Belə bir şey yox. İmtina etməli deyil. Sadəcə Barcelona'nın bir ideya kimi La Masia'nı qabağa çıxartması və deməsi ki, biz daha çox getirmələrimizə güvənirik. Elə deyil bəyəm. Bu klubun maliyyə vəziyyətinə bağlı olan bir şeydir. Yox. Klubun maliyyə vəziyyəti yaxşı olanda transferlərdə səbəb transferlə polibom etməlidir. 11 oyunçusunun hamısını çıxarıb La Masia edə bilər. Tarixdə bir ya 2 dəfə olub ki, biz 11-ci ildə ya 12-ci ildə deyəsən, 11 dənə oyunçusu hamısı yetmələri. Mən onu demirəm ki, 11 oyunçusu La Masia olsun. Sadəcə bu adın demək ki, La Masia, biz La Masia olaraq bax, buraxırıq oyunçuları, hamısı start heyətdə oynayır. Bizim əsasımız budur, əsasımız transfer deyil. Bu komandanın və klubun maliyyə vəziyyətinə bağlı olan bir şeydir. Razıyam oradasa. Laporta vaxtında da elə rəfəniz olub ki, sizin əsas stavkanız La Masia olmayıb. Və əgər sən Ajax kimi, Ajax indilərdə biraz pis vəziyyətə düşdü, son 3-4 ildə də. Ajax inkubator kimi çıxardır oyunçuları. Barcelona inkubator deyil axı. Sən razılaş ki, aranızda elə bir aranızda buradayım. Özümüz də burada elə oyunçu olub ki, hə La Masia'dan çıxıb göndəriblər ora-bura. Olmayıb. O olmayıb. Ricky Puig. Hardadır Ricky Puig məsələn? Los Angeles Galaxy. Los Angeles Galaxy getdi 25 yaşında. Yəni məsələn belə vəziyyətdə demək ki, mən razı deyiləm səndən. Okey, sizin öz fikrin var, mənim öz fikrim var. Mən bilmirəm. Mən sənə razıyam fikrinlə ki, bu transfer məsələsi razıyam. Amma 90-cı illərdən bu vaxta kimi bəlkə də bu illərin bu neçə 30-40 il tutu götürək də, yarısında Barcelona həqiqətən La Masia'ya güvənərək hərəkət edir. La Masia'ya güvənir. Amma yarısında yox. 2009-cu il, 2009-2015-ci illər arasında yəni Barsa finansal vəziyyət yaxşı idi, normal idi, amma böyük transferlər yox idi. İndi Laporta pul olsa transfer eləməz. Eləyər, amma lazımlı transfer. Qardaş gətirməz. O hamısını da gətirər. Gətirər. Məsələn, Barsa 2017-də Griezmann aldı da. 2017-də, hə, okey. 2017-də Griezmann 18 əstəğfurullah. İli dəqiq bilmirəm, yadımdan çıxdı. Griezmannı ala bilərsən, problem deyil. Griezmanna prosta o qədər pul verməyin normal deyil. Dembeleni ala bilərsən. Sən Neymarı satmısan. Sənin akademiyanda yoxdur elə bir oyuncu da. Sən əlbəttə transfer edə bilərsən. Əlimdə pul var, niyə də yox? Amma sən nəyə görə aldı Griezmannı? Çünki qardaş cırılmaq istəyirdi Bartomeu. Çünki azarı almışlar. Ay sağ ol da, budur da. Mən problem odur ki, bu kluba aid deyil. Bu artıq Florentino Perezlə bir münaqişədir ki, qardaş mən də belə eləyə bilərəm. Amma niyə eləməlisən? Lazım deyildi. Onun bu kluba nə aidiyyəti var? O prezident də xiyardı, gəlib ölkəni qoydu. Maduro ölkəni qoydu, püskünə apardılar. Nə salamatdılar. İndi nəyim? Maduroya görə bütün Venezuelanı pis deyək. Nəysə, gəlin bu yaxşı və pis tərəflərini biz danışdıq. Daha doğrusu mən Barcelona'ya görə sevmirəm tərəflərini dediyim. Nəyə görə sevirəm tərəfini dediyim qısaca. Oyunu həmişə bəyənmişəm. Nə olmasa bu komanda həmişə oyunu var. Hansısa statistikası, həmişə statistikası da var hazırda. 25-ci ildə 102 gol vurub da deyəsən La Ligada. Halal olsun, həqiqətən yaxşı vəziyyəti. Bizim o adlı sallı hücumumuz var. 80 gol vurmamışıq. 28 gol vurmuşuq La Ligada. Vinicius'a salam deyirəm. Vinicius'a salam deyərik indi. Elə bu Barcelona'nın yaxşı oyununu əsas götürərək keçək Ünlüvari La Liganı danışaq. Biz daha çox bugün sizə emosional belə bir planımız bu deyildi, nə yalan deyim. Planımız elə oturub oyunlarımızı müzakirə etmək idi, amma nəinki qismət beləymiş, belə də yaxşı olar. Siz də fikirlərinizi bildirin şəhərlərdə ki, daha çox siz belə buraxılışları sevirsiniz, yoxsa oyunları belə müzakirə etməyimizi. Barcelona Espanyol səfərinə yollanırdı. Səfər demək olarsa əgər ona. Səfər demək olarsa, indi məsələ nədir? Məsələ odur ki, Joan Garcia ətrafında bir çox məsələlər fırlanırdı. Baş məşqçisi belə İspanyol çıxıb dedi ki, onlar bizə dərs verməli deyirlər. Biz necə Joan Garcia'nı belə deyək də, qarşılayaq. Onlar özləri öz vaxtında Fiqonu yaxşı qarşılamamışdılar. Razısan bu İspanyol baş məşqçisi bu fikrinə? İspanyol baş məşqçisi fikrinə razıyam. Okey, niyə də yox? Yəni nəyə görə yox? Çünki onlara görə, yəni o krisadır. Mən razıyam. Yəni bizdə də olub hadisə. Bu istənilən komanda. Sən razısan ki, Joan Garcia krisadır? Espanyol fanatları üçün bəli. Yox, belə hesab edək ki, Barcelona fanatı deyilsən. Qıraqdan baxanda krisadır yoxsa yox? Qıraqdan baxanda 50-50-yə.
Ya məsəl üçün Məsələn, Atletico gedən bu Morata var. Atletico Deyir Morata, Madrid Atletico mənim ürəyimsiz, mənim ürəyimsiz. Atletico Madrid azarkeşi olsam mən bu situasiya qıraqdan baxsam, yəni əlləfsə nəyə görə Krısa kimi baxmaram, onu da anlayaram. Misal üçün məsələn Barsa Real söhbəti olsaydı bu, məsələn tutaq ki, Kurtuğa gəlir Barsaydı, atıram da. Yəni əlbəttə ki, Real üçün Krıs olardı. Və yaxud məsələn Yamal gedir Reala. Bu mənim üçün Krısadır. Daha qıraqdakı fanat üçün. Çünki əzəli rəqibə getmisən. Barsa İspanyol da əzəli rəqibdir. Amma adamın bir tərəfdən fikirləşsən ki, karyerası var. Adam istəyir ki, inkişaf eləsin. Adam istəyir ki, millidə oynasın. Adam istəyir ki, kuboklar qazansın, titullar qazansın. Bilir ki, İspanyolla bunu eləyə bilməyəcək. Və bu qərar başqa böyük kluba keçə bilərdi, onu düz deyirsən, amma ola bilər ki, az da olsa Barsaya qarşı sevgisi olub, ona görə Barsanı seçib. Onu Krisadır da, brat. Olsun Krisa, brat. Amma yəni bu Krisaya görə canımızı verməyə dəyəri. Öpürəm o Krisanı, belə zor oğlan. Yəni Krisa belə qəşəng sevlər elə, o ikinci, o üçüncü oyun. Qəşəng sev deyil bu. Bu qəşəng sev deyil. Qəşəng sev başqa bir şeydir. Qəşəng sev o Villarreal-la oyunda eləyirdi. Bu dəhşət. Bu konkret oyunu qurtarmaqdır. Oyunu konkret təkəllə qurtardı. O Liverpool oyunu vardı, Real'ın Liverpool Courtois. Eyni elə bu Courtois idi və gəlmişdi o. Mən baxdım oyuna, mən prosta sənlə başa düşürəm. Bu João Garcia qayıdandan əvvəl də Şesni dururdu da qapıda. Okay. O vaxtda da Girona ilə oynayırdı. Girona da gəlib bütün qollarını vura bilərdi də. Bu komandalar niyə gəlibsə qol vura bilmir? Onu çatmır Bu La Ligaya belə. Sən mən xiyar olur. Girona hansı oyun deyirsən? Hə, 2009 oyunda. Araujo. Yəni hər şey João Garcia-nın üstünə atmaq istəmirəm. João Garcia da zədəli idi, qayıtdı, bəli, yaxşı performans göstərdi. Uzağa niyə getsən Şesni Real'la oyunda? Yox, Şesni Real'la oyunu okeydir, amma Real nə də olsa Real oyunu qazandı da. Adam desə ki, qazanmasaydı. Hə, o 3 xalını götürdü. Girona'da mən baxıram sonlarınıza. Girona'da, Murana'da. Sizin oyununuzda da çox həqiqətən sizin oyununuzu çox bəyənirəm. Oynayırsınız, qalib olursunuz. Real çempionski xarakter. Mən bunu bəyənirəm. Bir oyun olaraq. Amma blin rəqiblərimiz tutanmıram mən. Bu İspanyolda oynayan qaqaş Moreno idi, nə idi? Təkbətəkə deyirsən. Abi sən bunu niyə vurmayasan axı? Qardaşım o konkret olaraq qapıya bağlı. O inandı o özünə. Epizodlar futbolda başa düşülməyə vura da bilər, vurmaya bilər. Siz mən yaxşı başa düşürəm, zəhmət olmasa. Bu sistematik baş tutur. Ən sizin rəqibinizin ucuz Ayozo Perez. Xiyarsan sən. Villarreal-dakı. Nəyə vuranmırdı o birinci taymda? Jona o hücumçular. Bu o komandalar arasında özünü göstərməyə bacaran həqiqətən Sevilla oldu. Sevilla da Barsanın pis momentinə düşdü. Yəni də pis momentlərdən danışır. Bu indiki onsuz da pis moment. Pis moment. Vəbşə heç yox idi sastavda. Qardaşım müdafiəniz o şəraiti yaradır da ki, rəqib oynasın. Amma rəqib oynamır axı, vurmur qolunu. Ola qardaşım qapısı çıxartdı da neynəsən bura top girmir qapıya. Adam bir əli ilə içəridə amma belə çıxartdı. Ya, yenidən. Mən sistematik olaraq başa düşmürəm. Siz bəlkə şəhərlərdə. Hətta mən bu sualı Barcelona keçlərində yönləndirdim. Ona qalsa Betis 3 dənə vurdu. Nə bilim, Celta 3 dənə vurdu. 3 dənə nə vaxt vurdu? 5-1 uduzandan sonra 2 dənəsini vurdu da. Nə bilim. Barcelona keçləri izah eləyin zəhmət olmasa mənə. Mən onun izahını verirəm. Niyə göstərir rəqibləriniz sizə normal qol? Yəni deyərsən ki, müdafiəm güclüdür, yox. Yəni oyunçu şərait yaradır. Qapısı güclüdür. İndi qapısı olmayan məqamlarda da bu olub, yenə də olub. Qardaş, bu rəqiblər, xiyarlar niyə bu qol vuramırlar? Espanyolun oyunçusu Kasoydusa o mənim günahım deyil. Yox, qətiyyən burada Barcelona günahı deyil. Mən rəqibləri üst tuturam ki, ay xiyar yığını. Abi qoparanda bu xallarda bu xiyar. Ola Celta sizin oyunda əlinə qədər moment qaçırtdı. Direktlər yaxşı olar. Nə qədər qaçdı? Sevilla. Orada olanda olur, amma João Garcia sən kişidir sən futbolçusun. Amma Fermini nəzərə alaq. Fermin oyuna görə bəyənməsə də oyuna görə çox bəyənir. Fermin girdi oyuna batırmışdı. Fermin yox idi. Fermin o assistləri eləməsəydi, bu dəqiqə Fermini soxub çıxarmışdılar. Brat, fakt başqa məsələn. Yəni o şahsiz hər şey dəyişir. O nə deyirəm, aşiqlərində deyirəm qardaş. Fakt yaxşı qapıdır. O Betis-lə oyunda Ferran hat-trick elədi də. Qardaş, mənə bir sən nə dedilər? Ay, sən Ferranı pisləyirsən. Ferran oyunçudur. Barcelona'da nəyə bəyənmirsən? Bayaq dedim mən sən aşağıda bu sözü deyəcəm. Nəysə demirəm. Yox idi, yəni taxtaydı. Yəni Rashforddan taxtaydı. Rashfordda olurlar da bir, amma bu Ferran oyunçu deyil qardaşım. Yəni Barça səviyyəsində oyunçu deyil. Bəli, Ferminin oyuna girməsi hər şey dəyişdi. Fermin dəyişdi oyunu, Olmo da dəyişdi. Olmo'nun klası başqa məsələ. Amma Barça oyuna qalibiyyət olmamalıydı. Layiq deyildi brat. Barça fakt gözlə dedi ki, Espanyol daha yaxşı oynadı. Daha yaxşı oynadı və Barcelona layiq deyildi qələbəyə, amma o qədər oyun olub ki, yəni komandalar layiq olmur oyununa görə. Real azarkeş olaraq bunu daha yaxşı. Real azarkeş olaraq qardaşım, bu yəni qatildir də bu komanda. Məsələn Realda məsələn Realda mən o bəyənirəm. İndi zarafat elə bilərsən onu mən mırtdaşmaq istəyirəm. Nəticəyə fokuslanıb da. Ay sağ ol. İndi də Barcelona nəticəyə fokuslanıb. Amma onu bəziləri çox pis bilir. Bəli, mən Barsanın oyununa görə sevmişəm. Bayaq dedim ki, onun Barsanın mentaliteti var, Barsanın adət ənənələri var, okey.
Amma arada bir Yox, lazım. deməmişəm. Mən demişəm ki, tüpürmüş adət-ənənəmizə, amma dəyişirsiniz. Gündə bir adət Görsən dəyişirsiniz. hörmətsizdir. Hətta don't respect. Gündə bir adət qadın sportu. Mən onu demişdim. Mən demişdim ki, oyunumuz var. Sağ ol. Mən demişdim ki, oyunumuz var. Oyunumuzu həqiqətən bəyənirəm. Oyun stilimiz var, Murat. Stilimiz var. Amma sizin oyununuz bəzən əvvəllər nəticəyə bağlı olmurdu. Nəticə üçün oynamırdı. Oynamaq üçün oynayırdı. Amma hal-hazırda nəticə var. Üçün o başqa məsələ. Bu da var ki, nəticə bəzən oyun alınmayan da nəticəyə bağlı oynayırdı. Bu normaldır, arada bir lazımdır. Belə oyunlar onu göstərir ki, xarakterin var. Çünki bu klubun mentaliteti nəticə üzərində qurulub, bu fakt. Flick gəldi, o mentaliteti dəyişdi də, o yox idi bu burada. Yox, mən Real deyirəm. Realda var idi. Realda Flick isə Barcelonaya bu mentaliteti verdi. O deyir ki, oynayırsınız, paslaşırsınız, əcəb eləyirsiniz. Bir qalib da olun, nə qədərsiniz paslaşırsınız. Real bu mentaliteti Ancelotti gətirdi. Amma Barsaya bu mentaliteti Flick gətirib. Yəni Ancelotti o mentaliteti gətirdi bu komandaya. Nə də gətirməsə onu gətirdi. Mən sənə niyə görə razı deyirəm? Əgər baş məşqçinin qovulmaq riski olubsa bu klubda, həmişə niyə görə olub? Bir ay qalib olmuruq. Hə, qovulmalısan. Bu avtomatik olaraq mentalitəsini göstərirsiniz və bu Ancelotti-dən qabaq olub əslində. Neçə baş məşqçi 2000-ci ildən 2010-cu ilə qədər nə qədər baş məşqçi dəyişdi. Bəyənmirəm sən, bas. Yaxşı nəticə verir, bas bayrağı. Bas bayrağı. Real həmişə, yəni 21-ci əsrin əvvəllərində də Real top klubu idi. Yəni yaxşı nəticələri var idi. Bu çox sıxıcı bir şeydir. Sən şans verməlisən axı. Real Ancelotti-dən sonra bilsən nə oldu? Belə mental güclü oldu. Real dedi ki, qardaş sən məni nə edirsən elə, mən axırda gəlib udacam da, sən mənim qapımda gəl yat. Mən yenə də öz bildiyimi eləyib gəlib udacam səni. Başa düşdün? Realda bu yox idi 15 il əvvəl. Hardasa Ancelotti'dən sonra oldu. Hardasa Ancelotti həm komandanı, həm klubu, həm Xabi Alonso zibilə salmış oldu. Çünki Ancelotti sağ ol. Yol üstü gəlirdi 21-ci ildə qayıtdı. Qaqam yarı heyətlərlə getdi. Yəni yarı heyətlər deyəndə ki, Realın heyəti pis deyildi. Sadəcə Realın heyəti Çempionlar Liqasına qalib olmaq üçün deyildi. Amma gedib elə illərdə qazanırdı deyənə Feris deyir ki, deməli yarı heyət olanda bunlar uda bilirlər. Transfer eləməsəm udurlar. Amma orada 100 milyon getdi cibə. Getdi cibə. Amma oyunçular var idi, beyinlər var idi, maestrolar var idi. O maestrolar olmasaydı, Modric, Kroos, elə tipli oyunçular olmasaydı, onların yerində də Chouamini, Bellingham falan olsaydı, qazanmazdı Ancelotti o Çempionlar Liqalarına. Və Real Betis'ə keçək. Mən adətən öyrəşmişəm ki, Real ilin ilk oyunu pis oynayır. İllərlə belədir. Hətta 21-ci ildə hansısa Kovac getmişdik, Xətafe səfərdə udmuşduq 1-0, yadımdadır. O koronavirus ərəfəsi yavaş-yavaş başlayırdı. Xətafe udmuşsunuz. Yox, qutardı da koronavirus. Hə? Xətafe udmuşduq. Xətafe udmuşsunuz ona görə. Yox, yeni ildə udmuşduq. Həmin ildə. O da mayorali qol olmuşdu. Sən bilsən də bizim yetimçilərimiz bizə həmişə futboldu. Fuqaduraya salamlar göndərəm buradan. Valencia və Morata'nın özünə də prinsip. Allah Morata bilinmir, yiyəsi ki. Real bu oyunda Mbappesiz meydana çıxdı. Real bu oyunda Höysini itirdi oyundan qabaq. Yenə də. İndi deyirlər 2-3 günlükdür, Atletico oyuna qayıdacaq, amma Mbappe Atletico oyuna qayıtmayacaq. Bir neçə gündən sonra Super Kuboklar başlayır, onu qısaca danışacağıq, öz proqnozlarımızı verəcəyik. Kubok demişkən qoyun da bunu qoyum. Hə, qoy sonra yadımızdan çıxacaq. Qarabanın yiyəsi birincində. Hələ ki sizdən də indi ümid edirəm ki, oyunlardan Super Kubokdan sonra mən onu cibə qoyaram, apararam. İndi baxaq görək də. İndi məsələ nədir? Real utdu və Gonzalo Garcia möhtəşəm oyunu ilə yadda qaldı. Ümumiyyətlə biraz orada Betis'i də qeyd etmək lazımdır ki, Betis pis gündə idi. Okey. Betis gündə idi, amma bu Realın problemi deyil. Necə ki, Barcelona rəqiblərinin də zəif olması problemi deyil. Tamamilə haqqasındır. Və Gonzalo Garcia onu sübut elədi ki, Endrik yoxdur. Endriki göndərdilər Lyona. Elə bir rahatladı ya, brat. Bu arada biz buraxışdan buraxışa deyəsən arada o Lyona getdi. Hə, soğazlıqda getdi, xəbərimiz etmədi. Lyona getdi. Yarım maaşı Real verəcək, yarım maaşı Lyon verəcək, amma satın alma bəndi yoxdur. Yəni Lyon istəsə də sata bilməz, ala bilməz, amma ona görə də yayda qayıdacaq. Sadəcə lazımdırmı qayıtması belə Gonzalo Garcia-yə? Çünki Endrik Mbappe-ni təkrarlayır öz stilistikasında. Eyni tipli oyuncudur. Niyə? Amma Gonzalo Kakasiki Mbappe-ni təkrarlamır. Gonzalo təmiz 9 nömrə kimi oynayır. Və qollarına da baxsaq ideal xətrik elədi. Dabanla, sol ayağı ilə, sağ ayağı ilə vurdu. Bir də baş zərbəsi ilə vurdu. Və bu yetimçən, mənim sözüm camsa nədir? İndi Alonso jimjimdədir. Jimjimdədir. Belə formada oyuncum var. Yox, söhbət ondan getmir. Söhbət ondan gedir ki, o Mbappe üçün ölür. Ki, aya, Mbappe. Zədəldir axı, Mbappe neçə oyun pis vəziyyətdə idi, sən demə.
Ucu prosto dözmürdü ağrılara. İndi ona görə buraxmırlar. Yəni bunu niyə indiyə kimi oynatsan? Səni bəs bu Gonzalo var idi də, Talavera, Malavera, gizgicə klublarla oynadardın bu Gonzalo Garcia'nı. Həm statistikası da daha da yaxşılaşardı, həm bilirsən ki, Mbappé əvəz edicin var da. Sən bunu eləmirdin, Mbappé sındı, bəxti gətirdi ki, Gonzalo Garcia açılışdı. Rüdigerin vəziyyətinə saldılar da ona ötən mövsüm üçün. Ay sağ ol. Rüdigerin vəziyyətini vəfşə birbaşa klub rəhbərliyi saldı ki, onu heç kimlə öz vaxtını əvəzləmədilər və ona iynə ilə oynadırdılar. Nəysə. Qaçqada sıxmışdı şeylə dizlərini. Hə, və əlbəttə ki, qeyd etməliyik ki, bütün xalaşqaların qədimi Fran Garcia. Siz mənim ürəyimsiniz. Gol vurdu. Halbuki mən yadda da mırtdaşırdım ki, bunu hücuma buraxdılar. Mən çatmır ki, 3 dənə sol beklə niyə oynayasan sən? Hə, Xabi Alonso Real'la Betis'in arasındakı oyunda ən vacib məqam Xabi Alonso 85-ci dəqiqədə 3 dənə sol bek buraxdı meydana. Prosələsi bir yerdədir. Bir hücuma qaçdı, bir sağ. Şirinlərdir. Niyə də? Elə ki, smurfiklərdir, şirinlərdir. Arasında normalcə karyerasında все başqa yox. Amma Real qordu saxladı öz fərqini Barcelona ilə və ona görə də biz La Liga-la ilə davam edəcəyik müzakirə etməyə gələcəkdə. Hələ ki intriqa ölməyib. Hələ ki ölməyib inşallah. Real ölməz. Mən istəmirəm Murat. Yəni istəyirəm normal getsin. La Liga-nın başqa klubları imkan vermir ki, bu intriqa yaşasın. Onlar öldürürlər intriqanı. Real da bir təhər bərpa eləmək istəyir və balaca bir anons eləyək, həm fikrimizi bildirək. Qısaca Superkubok var. Artıq növbəti buraxılışda. Hal-hazırda biz bazar günündəyik. 3-cü gün Atletik Bilbao ilə Barcelona oynayır. 4-cü gün Real'la Atletico Madrid oynayır və bazar günü səhv eləmirəmsə finalda. Bazar ertəsi isə biz buraxılışımızı çəkirik və bizim belə bir ideyamız var. Fuad, sən səsləndir istəyirsənsə. İdeyamız çox ağır bir ideyadır. Biraz iddialı ideyadır. Bunu mən biraz çəkinirəm deməyə. İlk öncə ona görə çəkinirəm ki, ilk növbədə bizim elə finala çıxıb çıxmamağımız elə bəlli deyil. Yəni ona görə də biz hələ ki hesab edək ki, proqnoz da veririk. Siz bu buraxılışları baxanda artıq bu yarımfinallar qurtaracaq. Bəli. Biz hələ görməmişik. Biz hələ görməmişik. Biz bazar günündəyik də özünüz bildiyiniz kimi. Amma bu verilişə siz baxanda artıq biləcəksiniz ki, kimlər finaldadır. Artıq biz də biləcəyik. Və əgər inşallah ki belə də olar, Barcelona və Real Madrid finala yüksəlsə və onların arasındakı qalib müəyyənləşəndən sonra ola bilər bu Real Madrid ola bilər və yaxud Barcelona ola bilər. Əgər Barsa qalib gəlsə, Abdul, əgər Real Madrid qalib gəlsə, mən rəqib komandanın formasını geyinərək növbəti çıxışda iştirak edəcəyik. Çox böyük bir belə iddialı bir spordur. Yəni iddialı bir spordur. Yəni görək. Yəni hesab olaraq final Atletico Bilbao. Nə olan Atletico Bilbao ya. Mənim ən sevdiyim finallar Barcelona Atletico və yaxud da Real Atletico Bilbao. Belə finallar. Orada ərəblər də baxıb ki, ay belə gəlib final oynadardı. İnanmıram. Mən proqnozum ən azından finala, mən belə başa düşürəm ki, sənin də belə proqnozun var. Final 100% klassik olacaq, amma bilmək olmaz. Qalib gəlmə, çünki bu Real'ın bu oyunu, indi biraz qaydaq dala. Məsələn, sən danışdın Betis'in oyunu haqqında, mənim xoşuma gəldi. Betis'in oyunda olduğu kimi Atletico oyununda oynası parçalayar. Yəni burada problem var indi, bir dənə qısa onu deyim. Mbappé məsələsində. Sən bayaq dedin ki, zədəli ola bilərdi Mbappé, nəyə görə Gonzalo'nu oynatmadı. İndi Xabi Alonso'nun qarşısında ikinci bir sual yaranır ki, Gonzalo belə formadadır, bacarır adam, nəsə eləyə bilir. Və Vinicius'un belə toksikliyi var. Özün də gördün ki, nə elədi meydandan çıxanda. Yəni bu Vinicius'u ehtiyata salıb Mbappé'ni sola, Gonzalo'nu mərkəzə keçirdə bilər yoxsa yox? Hə, yox. Biz hamımız artıq bilirik ki, 6 ay ərzində biz artıq Xabi Alonso 7 ay ərzində oyun belə deyim, məşqçiliyini görmüşük. Narahat olma, Xabi Alonso həmişə səhv qərar verərək elə dal. Hər səhv qərar verir. Ümid edirəm ki, sinəcimi qoyacaq. Xabi Alonso da 26-cı ildə arzu edirəm ki, qərarları düzgün olsun, çünki adətən belə olmur həqiqətən. Lazım vaxtda qərar verməyə qalanda səhv qərarlar verir. Uşaqlar, bizim buraxılışımız bu qədər. Çox uzun, rahat bir 50 dəqiqəlik buraxılış oldu. 100%. Və ümid edirəm ki, siz bu buraxılışı bəyəndiniz. Biraz tarixə getdik, biraz şəxsi sporlarımızı həll elədik. Hələ də qoy qutarsın, sözdə danışın. Və şəhərlərdə yazın siz bizim belə deyim, oyun haqqında danışıqlarımızı daha çox bəyənirsiniz. Yoxdursa belə qırışmağımızı. Real və Barcelona haqqında belə dərin fikirlərimizi. Atletico Bilbao öpürəm. Barça yek Real qaz. Başa düşdün? Bas bayra buradan. Atletico qazı keçdi. Siz mənim ürəyimsiz. Öpürəm sizə. Sağ olun. Atletico qazı keçdi, çox reşirib adam. Öpürəm. Şəhərdə tubdayıcılar. Barit Podcast hər həftənin cümə günü 20:00-da YouTube-da.